başlasın. Bugün sizlə bir maraqlı və sevimli gün keçirəcəyik. Bəli, sizinlə gizli qutu oyununu oynayacağıq. Bu oyunda gözlərimiz bağlı, əllərimizlə nəyəsə toxunacağıq. Bu yumurta yoxsa top, plastik ya da pambıq. Sofi, kim daha tez tapacaq? Nə bilim Alidə. Hazırsınızsa başlayaq. Bu nədir? Hazırdılar. Bu dəfə bir fərq var. Verilişimiz hədiyyəlidir. Bu nədir, gəl bizə öyrən bir yerdə. Bu nədir, sevinç dolur hər kəsə. Gəlin uşaqlar bir yıl. Sofi, sənlə məni də hədiyyə gözləyə bilirsən? Əgər bir uşaq 3 yaşa tapsa, ona xüsusi hədiyyə olunacaq. Sofi, ancaq 3 aşağıdan az tapsa da balaca dostlarımız yenə də hədiyyə qazanacaqlar və sürpriz hədiyyə dostlarımızı gözləyir. İstəyirsinizsə siz oldu hədiyyəni qazanmaq, qoşulun bizə. Sofi, bilirsən, bu dəfə bizə çoxlu maraqlı balaca qonaqlar gəlib. Bildiyimiz odur, amma Alidə verilişimiz də maraqlıdır. Sofi, hər şey maraqlıdır. Uşaqlar da, qutunun içindəki də. Ancaq bir dənə də uşaq var idi, adı Rasim idi. O, kosmonavt olmaq istəyirdi. Alidə bilirsən niyə? Çünki o istəyirdi dünyanı qorusun. Bizi fikirləşdi, dünyanı fikirləşdi. O istəyir ki, dünyamız təmiz olsun, tullantılardan azad olaq. Biz də böyüklərə səslənirik ki, dünyanı zibilləməsinlər, sadəcə qorusunlar və sevsinlər. Mən də xahiş eləyirəm, evlərinizi təmizləyirsiniz, evlərin zibillərini qırağa atmayın, dünyanı qoruyun. Mən Həkimov Aynurə, İnci Balalar Uşaq Bağçasının müdiriyəm. Hörmətli bağça müdirləri, uşaq psixoloqları, müəllimlər, pediatrlar və logopedlər. İnci Balalar Uşaq Bağçası olaraq Maga Media və SA Kids Akademi tərəfindən həyata keçirilən layihəyə dəstək verir və böyük məmnuniyyətlə bu maraqlı oyuna qoşuluruq. Bu layihə uşaqlara bol əyləncə, suallı, cavablı yarışlar, bir-birindən dəyərli hədiyyələr və ilin sonunda böyük mükafat qazanmaq imkanı təqdim edir. Əsas məqsədimiz uşaqların yaradıcılıq qabiliyyətini, istedadını və sosial bacarıqlarını ön plana çıxaran layihələrdə fəal iştirak etməkdir. Yeni rubrikamız vasitəsilə istedadlı uşaqları kəşf edir və onların inkişafını dəstəkləyən mühitlər yaradırıq. Sizi də bu gözəl təşəbbüsə qoşulmağa dəvət edirik. Güc birlikdədir. İndi sən özünü təqdim elə görüm, sənin adın nədir? Sənin neçə yaşın var? 3. Bu 3-dür. 3 nədir? Tut gör. Aferin. Sənin adın nədir bəs? Sən. Qutunun içində nə var? Tapa biləcəksənmi? Hə, Çətin olmayacaq sənə? olacaq. Səncə nə ola bilər qutunun içində yaşayan? Top. Igruszka. Sən hədiyyəyə görə oynayırsan, yoxsa maraqlı ona görə oynayırsan? Marağa görə. Dostlar, gəlin, gəlsin. Bir yerdən ye. Mən gəsim oynamağa. Görmürsən ki? Yox, De görüm görürsən, görmürsən. görmürəm. Əlimi salacaq tapacam. Başlayayım. Başda. Nədir o elə? Pis. Yapışqın. 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 Yapışkan.
Nə kuklası? Adı fil. Yox. At. Yox. Fend. Panda. Panda. Bu iyiydi. Aferin, aferin. Dojik, kap. Makri, daroski. Namza, çıkıra. Muhammad'ım naski. Bu nedir gel. Gel bize öğren bir yerde. Bu nedir sevinç dolur herkese. Gelin uşaqlar bir yığışaq, tapmaca ilə yarışaq. Hər kəsə salam, mənim adım Tunardır. Mənim 7 yaşım var. Bu günləri karopka gətirəcəklər. Orada oyuncu nəsə qoyacaqlar. Mən də fikirləşəcəm o nədir. Mən biraz həyəcanlıyam ki, mən qazansam mənə padarik verəcəklər. Mən qorxuram ilanlardan, amma istəmirəm ilanı qoysunlar karopkaya. Dostlar, gəlin qoşulun mənə, oynayın, həm də hədiyyə qazanaq. Qatıqdır. Nədir say? Əlləmi yuyacaqdır. Sufdur. Nədir? Həmin. Anamla pirog zat pişirəndə görmüşdüm, əl vururdum. Setka yaxşı. Yerdən belə yaşıl rədodur. Yarpaq. Sena. Nəsə belə yapışdıram. Bunu da işləyib bilirsiniz. Şamandır. Ona baxa bilərəm zəfərdən görüm. Hə, yaxşı aç. Bilirdim də onu. Sümbüldür də. Adı yadımdan çıxmışdı. Hazırsan? Başlayaq. Skot. Mən maşınımı təmir eləyəndə bunu görürdüm hər dəfə. Hə, nə etmək istəyirsən? Skəşdən. Bu nedir Sağ. gel. Gel bize öğren bir yerde. Bu nedir sevinç dolur. Sağ. Uşaqlar, siz də yaxınlaşın oynayın ki, sizdə də bundan olsun, padarıqlardan. Sağ olun. Uşaq el ele verip dost olan bilgi ile ilerleyek. Adın nədir? Məhibman. Sən neçə yaşın var, Mehriban? 5. Səncə qutunun içindəkiləri tapa biləcəksən? Hə, kutunun içində baxarsan. Pomidordur. Mən hazıram, gəlinə bağlayım, yarışıra. Balaca dostlar, gəl də biz də əyənək. Nədir o elə? Baxarsan. Yox. Nədir? Bu
Yeməlidir. Yox. Aşağıda. Dünya, ayakkabıları, maçındı. Tapdım. Ketchup. Ketçup deyil, başqa? Sosa. Slime. Yox. Tapa bilmirəm. Yaxşı, tapa bilmirsən, sonra da əlini çıxart. Gözünü aç. Hamur. Hazırsan? Hə. Laguşka. O da mən almışdı. Biz də getmişdik. Mama da görmüşdü. Həm də çox oydu. Bəs mənim hədiyyəm. Bu nedir gel. Gel bize öğren bir yerde. Bu nedir Balaca dəftər. Gəl yarışaq hədiyyələrə. Her bir yığışaq. Tapmaca ile yarışaq. Məndə 3 dənə qardaşım var. Bir dənə də bacım. Və sənin ən çox nəyin üstə əsəbləşdirirlər? Mənim marujlarımı yeyirlər. Hara gizlədirəm onlar tapırlar. Qoy getsinlər, mənim əşyalarıma əl vurmasınlar. Mən böyüyəndə kosmonavt olacağam. Niyə kosmonavt? Niyə Deməli ki, mən istəyirəm bütün planetləri baxmaq, xallarını çəkmək, bir də daşları yığmaq. Yığıb nə edəcəksən daşları? Onları mikroskopla baxacağam, bir də analiz eləyəcəm. Bir də flaşkaya zagruska eləyərəm onları ki informasiyalar qalsın flaşkada. Niyə qalsın? Kim üçün onu yığıb saxlayırsan? Mama bir də ata üçün ki onlar baxsınlar kosmosa. Başqa uşaqlara da hədiyyə verəcəm. Amma Rasim, sən kosmosdakı bütün daşları yığsan, axı dünyada onda daşlar qutaracaq, bəs onda nə olacaq? Mən ancaq redki daşları yığacam, bir də analiz edəcəm. Analizdən sonra onları korobkaya qoyacam. Oxumalıyam diaqratikanı, Saturnları, bir də informatikanı ki fikirləşim hansı, bir də kosmosda arada olurlar musurlar, onları ona görə mən istəyirəm onlar olmaq kosmonavt, bir də onların hamısını yığmaq ki kosmos olsun tərtəmiz. Ay böyüklər, bəs sizi billəmək. Mən gedirəm görürəm balıq klokun içində ölür. Sonra matışdım dənizə gedəndə. Bıraxdım onu suya. Bəsdir də zibilləmək. Qoy bizim dünyamız təmiz ola. Gəlin siz də kömək eləyin də. Siz dünyaları çirkləndirirsiniz, amma biz uşaqlar əziyyət çəkirik. Siz bizi hansı gələcəyə buraxdınız indi? Ən isti planet hansıdır? Günəş. Dünyamız günəşsiz olsaydı, Rasim, nə baş verərdi? Günəşsiz bizdə oksigen olmaz. Ona görə zibilləməyin ki, bütün planetdə görünsün. Yoxsa mikroblar olar. Bizim yeməyimizi xəstə olarlıq. Uşaqlara buradan dostlarına nə demək istəyirsən? Mən istəyirəm ki, onlar qırmızı universiteti getsinlər, göçə olsunlar. Bir də ağıllı ki, bu sizə hörmət eləsin. Salam, bu nədir verilişinə xoş gəlmişsiniz. Mən burada bugün iştirak edib hədiyyə qazanacağam. Dostlar, nə gözləyirsiniz? Siz də gəlin, yarışın, hədiyyə qazanın.
Kalankadır. Ben çok heyecanlanmışım. Anne, sana verin. Bu kutunun bana çok maraqlıdır. Nədir kutunun içindeki? Aslanım! Wow! Dostlar, siz de gəlin, yarışın. Mən kimi də hədiyyə qazanım. Bu nedir, bu nedir, sevinç dolur herkese. Gəlin uşaqlar bir yığışaq, tapmaca ilə yarışaq. Sənin adın nədir? Məhəmməd Əli. Neçə yaşın var? 10. Mən qutunun içində olanları tapacağam. Hazırsan sən verilişə? Hazıram. İt pişiyi yoxsa qorxuram. Oyuncaqla digər şeylər olsa tapa bilərəm. Nar. Nar. Yox, nar deyil. Başqa şey təxmin elə görünədir. Gül. Üzüm de değil hiç. Tadına bak. Çöç de değil. Hurma ağacının çöçüğü değil bu. Greçka. Ay. Elime battı. Bilməli bir şeydir. Bilmirik. Qatıq. Cem de değil. Kley de değil. Yeməli bir şeydir ama. İşimi tam. Ama ağartı məhsuldur. Pas. Bayraq. Gel bize öğren bir yerden. Dostlar sağ olun, siz de gəlin yarısın hediye kazanın. Sevinç dolur herkese. De görüm sənin adın nədir? Səyid. Səid, sən neçə yaşın var? 7. Hı? Sən 7 yaşın var. Ha. Hardan 7 oldu? Özü. Nətər özü? Bu 5 yaşın bizi də odadır. 5'dir. Bəs neçədir? Neçə? 7. 7 ucu daha böyük uşaqlardır. Sən 5 yaşın, mənim deyirlər sənin 5 yaşın var. Yadıma tutdu. 6 yaşım var. Eyb yox, 6-da razılaşaq. Mən bu gün yarışacağım, hədiyyə qazanacağım. Verişin adı nədir? Bu nədir? Bu nədir? Dostlar, siz də gəlin yarışın, hədiyyə qazanın. Gəl mən gözümü bağlayım, oyuna hazıram. Hazırsanmı? Ha. Buyur, tap. Bu nədir? Nəsə belə bir şeydir. Xoşdur nəsə belə ota. Aha, adı nə ola bilər onun? Bilmirəm. Ağac. Yox, ağac el olmaz. Başqa. Onda cıl ola bilər və taxıl. Biz səni təbrik edirik. Sən tapdın. Heç də hədiyyə deyil. Yox, o hədiyyə deyil, hədiyyələrin buradadır. Hə, Tapırsan, buradan hədiyyə qazanırsan. İkinci yarışa keçək. yaxşı. Oy. Oy. Nədir ki? Nəsə topdur belə. Nədir? Nəsə belə topdur. Aha, biraz yaxşı bax, gör bəlkə tapasın. Nə ola bilər o? Bilmirəm. Greçka ola bilər. Ay!
Yox. Nədir ki? Bax da biz nə? Nədir? Yapışqan bir şeydir. Yoxla bax, əlini vur bax. Tez içəri, əlini içəri elə. İçəri. Həmirdir. Bu nedir gel. Gel bize öğren bir yerde. Bu nedir? Oflar, siz acayip yarışın, hədiyyə qazanın. Gəlin uşaqlar bir yığışaq. Sağ ol. Maca ile yarışaq. Elna, neçə bacın, neçə qardaşın var? Bir dənə bacım var, başqa heç bir şey. Sən evdə əsəbləşdirirlər. Bəzi vaxt yox, bəzi vaxt hə. Məsələn, o bəzi vaxtlarda nə edirlər? Nəsə eləyəndə elə bil biz bu gün atamın işində açar qırıldı bu gün. Atam istəndi bacıma. Bacın qırdı ki? Hə. Bacın açar necə qırdı? Bacım elə bil işə gedir, işləyir də, kömək eləyir atama. A, bacın yekədir. Hə, ünitdə girir. Sən nə balacasan? Nə bilim. Sən nəsə əlini yaman cibində saxlayırsan, nə məsələdir? Nə bilim. Fulladım. Niyə? Elə istədi. O görə. Bax, elə təsəvvür ki, sizin eviniz qırmızı papağın nağılıdır. Orada bacın hansı obrazda olardı, kim olardı? Sən kim olardın? Atam istəyərdim ki, canavar olsun. Mamam da nə olsun? Bacım da qırmızı papaq. Bəs sən? Bəs mən ovçu, hə. Atam ovçu olsun. Onda atan ovçudsa sən nə? Canavar. Ovçu canavar. Yemək istəyirsən də yeyəcəksən. Necə yeyəcəksən? Dişlərimdən. Baxım sənin onda əllərin böyükdür. Belə də, yəni canavar ola bilər. Dostlar, mən bugün bu nədir verilişinə gəlmişəm. Gəlmişəm ki, yarışım hədiyyəmdə qazanım. Həyəcanlıyam, özləyirəm. Qollarımı çəkim. Slayam. Yox. Slime da bu. Qorxmursan sən? Yox. Slime'dır. Slime deyil. Ah, slime'dır. Ax, slime deyil. Slime demirəm. Səhv olsa bilsən də növbəti oyuna keçirik. Hə, yaxşı. Onda gözünü aç bax. Gözünü aç. Aç, yuxarı elə. Nədir ki bu? Xəmir. Bu nə ya? Baxımla ya. Smişka. Yox. Fındıq. Yox. Nə ola bilər? Ayda, nə ola bilər? Bilmirəm, bu nədir? Biləm, qoda oxşayan bir şey deyil bu. Oxşayan. Qoza? Hə, eminəm qozdur. O zaman balaca olmur. Ya da fındıq. Yox. Nə ola bilər? Təxmin elə yürünə. Biləm, Nə? fındıq. Yox. Tapla bilmə. Nədir? Bax özün aç, gözün tam aç. Bir daha haqqım gəldi. Narahat olma, məncə sən 100% udacaqsan. Nədir ki bu? Bu hiçbir şey oxşamır. Badımcandır bu. Şinyat. Ha bildim. Rakabra. Kahve.
Dostlar, bu nədir verilişinə gəldim. Hədiyyəmi də qazandım. Siz də gəlin, siz də qazanın. Sağ olun. Yığışaq, tapmaca ilə yarışaq, əl-ələ verib dost olaq, bilgi ilə irəliləyək. Adın nədir? Şəms. Neçə yaşın var? Mənim 5 yaşım var. Eşitdim dünən sənin qaqaşın olub. Hə, Adı nədir? Səmiyyət. Buradan Samit qaqana nəsə demək istəyirsən? Mən onu sevirəm. Tez böyüsün, məndən tez oynasın. Səmiyyət, mən səni öpürəm. Salfetka. Bax, tapdım salfetka. Tapa bilmirəm. Taxta. Yox. Stul. Nə? Stul. Stol? Yox. Sumka. Bax, tapdım hədiyyəmi gətir. Gəl bizə öyrən bir yerdə, bu nədir, bu nədir? Çox sağ ol. Mən tapdım, hədiyyə qazandım. Siz də gəlin. Şaq, tapmaca ilə yarışaq, əl-ələ verib dost olaq, bilgi ilə irəliləyək. Mən Ağzadə Nuray, 11 yaşım var. Məncə qutunun içərisində belə daha çox ərzaqlar olacaq, yeyilməli ərzaqlar olaraq və mən düşünürəm ki, belə oyuncaqlar olacaq. Canlı nəsə olsa, təbii ki də mən belə cür şeyə inanmıram, ancaq olsa da yəni gülməli olar. Burada sənə ilan da qoya bilərik, tox da qoya bilərik. İlan olsa məsələ dəyişər. Qorxaram biraz, məsəl üçün əlimi dişləsə falan. Dişləmə ağzını bağlamışıq, narahat olma. Yaxşı, mən də fikirdən salmaq. Sən evdə neçə qardaş, neçə bacısan? Mən evdə tək uşağam. Onda nə sual verim mən sənə? Sən kimsə əşyalarla toxunmur, sən kimsə bezdirmir. Bəs darıxmırsan tək olmaqda? Xeyr, darıxmıram. Belə də yaxşıyam mən. Şikayətçi deyiləm. Müəllim olmaq istəyirəm. Nə müəlliməsi? Azərbaycan dili, ədəbiyyat. Niyə? Çünki o dərs məni çox maraqlandırır. Hətta Azərbaycan dərsi mənim ən sevdiyim fəndir. Sən müəllimə olanda, böyüyəndə uşaqlarla necə rəftar edəcəksən? Məncə uşaqları çox üstünə getməməliyik, ancaq çox da belə daha yaxşı rəftar etməməliyik. Məsələn üçün uşaq dərsi bilərək dünən cavab veribsə və gəlib həmin dərsi başa düşmürəm deyibsə, onu izah edib yenə də eyni sözdəsə, başa düşürəm ki, bu yalan danışır, Yəni biraz da ciddi olmaq lazımdır. Ancaq yaxşı oxuyanlarla isə normal, daha yaxşı rəftar edəcəm. Oxumayanlarla isə çox üstünə düşəcəm, amma onlarla daha yaxşı rəftar edəcəm ki, qoy dərsi daha maraqlı görsünlər, onlar mənim fəndimə maraq göstərsinlər və öyrənsinlər. Nuray, deyirsən ki, mən daha maraqlı eləyəcəm ki, uşaqlar o öyrənsin. Uşaqlar çox bilmişdilər da biraz. Sən onları tam da razı sala bilmirsən. Sən necə eləyəcəksən ki, onlar üçün maraq yaradasın? Mən eləyəcəm, məsəl üçün proyektor olur da, proyektordan dərslər qoşacam, onları izah elədiyi şəkildə mən də edəcəm. Hətta nə lazımsa onu 3D şəklində göstərəcəm onlara, lövhədə də şəkil çəkəcəm. Elə daha çox piktogramtıl belə cür bir şeydən istifadə edəcəm. Bir sualım var. Sən nə ilə qidalanırsan ki, belə ağıllısan? Mən normal Azərbaycan yeməklərlə, yəni ev yeməklərlə qidalanıram. Salam əziz dostlar, bugün mən Bu Nədir verilişində iştirak etmişəm. Mənim adım Nuraydır və mən burada hədiyyəmi almadan heç yana getməyəcəyəm. Sizin üçün də maraqlıdırsa, gəlin sona qədər izləyin və görün mən nələr qazanacağam. Hecan keçmədi? Xeyr, keçmir məndə. Onda başlayaq. Baldır bu. Yox, heç bal oxşarlığı var onun. Nədir ki o? Məncə baldır, əminəm. Hardan bildin? Çünki çox yumuşaqdır, həm yapışqandır. Əlimə çox yapışdı. Qoxu gəlir sanki. Sabun qoxusu gəlir. Badama oxşayır bu. Badamdır bu. Yox. Badam deyil.
Nəyə oxşur bu? Belə dənəmsi boydadır. Aha. Dənədir bu. Dənədir, bəli, dənə sayıla bilər, amma nədir də? Balqabaq dənəsi. Ay, yapışqan bu. Otlar olur yapışqan otlara oxşatdı. Yapışqan otlar olur, onlardandır. O da mı adı olmalıdır da onun? Adını bilmirəm ki. Sümbül. Mən kənddə gedib sümbül dərirəm. Ondan sonra Astara rayonunda olduğum üçün nənə babam gilə gedəndə orada olur da. Mən də bir dəfə uşaq vaxtı uşaqlığım orada keçdiyi üçün onlara əl dəyərdim, elə yapışqan olduğunu görərdim. Sabunum sığdı. Slime'dı bu. Slime deyil. Qabyan şampun. Çox yapışqandır. Nə ola bilər? Amma bal olanmaz. Həm eləmişik, həm də əldən düşür. Xəmir. Dostlar, gördüyünüz kimi mən bu nədir verilişə qatıldım və hədiyyələrimi də qazandım. Siz də yəni iştirak edin, hədiyyələrinizi qazanın. Sağ olun. Sevinç dolur herkese. Ati, gətirdin. Gətirdim. Ay Allah, yavaş ol. Yoğurtdu. Yox. Ay Sofiya, bunu səhərlər yeyirsən axı, necə bilmirsən bu? Slime'dı. Yox. Slime'dı. Yox. Yumruq vur bir dənə ora. Öyrən nədir? Ay, əlini qaldırırsan. Yoğurtdu. Yox. Mayonezdi. Yox. Tvarokdu. Yox. Səncə nədir belə yapışqan? Bəlkə kleydir? Bəlkə Kleydi. Yox. Kleydi də. Hə, kleydir. Ay sen de açıyorsunuz. Deməyəcəm axı, istəmirəm demək. Pastaya qutar camlı. Kleydi. O duzdun. Diş pastasıdır. Sizdə diş pastası yapışqan olur. Sofa bizim barmağıma yapışacaq, heyif oldu. Ay da dayan da bir. Reyde ne diye bu? Pasta da pasta. Ali de ben indi pasta yiyeceğim. Canım ben yiyeceğim. Ali de hazırsan. Mən həmişə hazıram. Onda buyur. Ay Allah. Yakınlaştırayım. Ali de. Yedi Ali de yavaş ol. Mənə elə gəlir ki, bu nəsə tam duruda deyil, bəlkə də deyil, daha çox durudur. Və Ali de. Slime natırını verir. He slime'dı. He. Slime deyil. Yo slime'dı. Zərlidir, rəşlidir, necədir slime? Mən axı görmürəm nə slime-dır. Təxmin edin rənginin nə rəngdir? Mavi rəng ola bilər. Son qələnin adı ya pas verirsən. Son qərarım slime-dır. Onda aç bax. Aa, Deyirdim sənə. Ali də qısasını aldım orada. nə olsun? Bir də hələ. Yaxşı xəbər odur ki, bir şeysini tapmasaq da hədiyyə olacaq. Surra. Bax belə dostlar, düzdür oyunumuz bitir, ancaq bu hələ son deyil. Bəli, mən də istəmirəm son olsun, çünki hədiyyəlidir belli. Sofi, uşaqları yarışdırdıq, özümüz oynadıq, hədiyyələr qazandıq. İndi nə etməliyik? Sağollaşmaq. Növbəti bu nədir də? Görüşənə dək.